Bir kişi olur, deməli mağaraya girir. Mağarada təsadüfən 3 kəlmə ilə rastlaşır. Divarda şükür kəlməsi və təşəkkür deməkdir də, yəni minnətdar olmaqdır. Və gözəl sözlər o sonra dərk edir ki, o gördüyü yuxuyu bir gecə yatır, o yuxuda görür ki, həmən kişi qızıl qapıdır, altın qapıdan keçir və divarda 3 söz yazılıb. Amma yuxudan oyanır, yuxuda rüyası yadında qalmır. Miniyə minəndə avtobusadan təsadüfən bir qadınla rastlaşır. O qadın ona həmən o 3 kəlməni anlatır, başa salır həmən kəlmələri. Yəni ki, bolluk, bərəkət, zənginlik, o pozitiv enerji, bu kəlmələri, onlara hamısını, həmən sözləri o qadın həmən kişiyə xatırlatmış olur. Sanki həmən yuxu davam edirmiş kimi.